Salam dostlar. Növbəti incə məqam connecting adverbs'dir, yəni bağlayıcı zərflərdir. Bunlar aşağıdakılardır. However, in conclusion, subsequently, therefore, furthermore. Bunlar cümlələr arasında əlaqə yaradır. Bunlara dilçilikdə conjunct adverbs, bağlayıcı zərflər deyilir və yaxud da disjunct və yaxud da conjunct deyirlər. İki müstəqil cümləni mənaca bir-birinə bağlayır. Adətən virgül və yaxud da nöqtə virgüllə ayrılır. Nümunəyə baxırıq. I wanted to go, however it started raining. Durğu işarələrinə fikir verin. İndi isə wrong və wrongly'nin fərqinə baxaq. Wrong həm sifət, həm zərfdir. Wrongly isə yalnız zərfdir. Wrong sifət kimi. This is the wrong answer ismin qarşısında gəlir, sifət funksiyasını daşıyır. Zərf kimi flat adverb adlanır, adətən feillərdən sonra gəlir və qeyri-rəsmi günlük dildə işlənir. Example, you spelled my name wrong. Adətən go wrong, do wrong, get wrong kimi ifadələrə test tapşırıqlarında rast gələ bilərsiniz. Bəs wrongly zərf kimi adətən feilin, xüsusilə past perfect'in, yəni keçmiş bitmiş zaman əvvəlində işlənir və daha rəsmi xarakter daşıyır. Example, he was wrongly accused, you wrongly assumed said və s. Xülasə, wrong həm sifət, həm zərfdir, wrongly isə yalnız zərfdir. Xəbərdən öncə işlənir. Videonu bəyənməyi və paylaşmağı unutmayın ki, digərlər də faydalansınlar.